Salam əziz izləyicilər, əziz məntiq sevərlər. Bugün mən sizlərlə Turan Əsənlinin 6-cı sinif vəsaitini paylaşacağım. Riyaziyyat kitabından natural adətlər mövzusunu bitirəcəm. Videomuz çox uzun olmasın deyə suallarımızı 15-15, daha doğrusu 20-20 yerləşdirəcəm. 105 dənə testi. Ümid edirəm ki, hər birinizə xırdalıqlarına qədər izah edə bilərəm. Onu qeyd edeyim ki, bizim kitabımızın video izah qrupu, PDF izah qrupu sadəcə 10 manatdır və kitablarımızın qruplarına qoşulmaq istəyənlər qeyd etdiyimiz əlaqə vasitələrindən bizlə əlaqə saxlaya bilərlər. Başlayaq 15-ci sualımızdan. 15-ci sualımız digər videoda yarımçıq qalmışdı. 15-ci sualda deyir ki, 14883 vurulsun 123455 hasilinin 8-ə bölünməsindən alınan qalığı tapın. Uşaqlar, biz ilk öncə nəyi bilməliyik? 8-ə bölünmə əlamətinə əsasən son 3 rəqəmimiz əgər 8-ə bölünürsə, bizim bu ədədimiz 8-ə bölünür. İndi biz burada 14883'dən son 3 rəqəmimiz 883'dür. 883'ü 8'e böləndə bərabər olacaq 110, qalığımız 3, düzdürmü? Kənarda bunları PDF forması üçün izahlı şəkildə yazıram deyə ola bilər ki, bəzi hissələri sizə dəftərdə, yəni videoda göstərməyəm. Sadəcə deyəcəm, özünüzdə qeyd eləyərsiniz. 883'ü bölürəm 8'ə, son 3 rəqəminə əsasən. Bölürəm 8'ə bərabər edəcək 110, qalıq 3. Düzdürmü? Bunun qalığı 3'dür. Və 455 son 3 rəqəmidirsə, 455'i bölürəm 8'ə bərabər edəcək 55, qalıq 5. Düzdürmü? 455'i bölürəm 8'ə bərabərdir 55, qalıq 5'dir. İndi mən burada 3 ilə 5 qalıqlarını alıramsa, həmin bu ədədin 8'ə bölünməsindən alınan nəyi tapıram? Alınan qalığı tapıram. 3 vuraq 5 neçə eləyəcək? 15 eləyəcək. Sonuncu rəqəmi neçədirsə, mən onda bunu götürürəm 5 formasında. Düzdürmü? 5 formasında mən bunu götürə bilərəm. Aha. 16-cı sualda. 16-cı sualda nə deyir? 16-cı sualda deyir ki, A və B bir-birindən fərqli rəqəmlərdir. A plus B qiymətlərinin ala biləcəyi ən böyük. Ən böyük deyəndə mən buna 8 və 9 yaza bilərəm. Düzdürmü? Cəm eləyəcək 17. Ən kiçik deyəndə 0-dan 1 yaza bilərəm. Cəm eləyəcək 1. Və mənim bunların fərqini soruşanda 17-dən 1 çıxanda eləyəcək 16 A variantı. 17-ci sualda. 17-ci sualda deyir ki, x bərabərdir 6a plus 5, 7b plus 6, 8c plus 7 bərabərliyini ödəyən ən böyük rəqəmli x ədədini tapın. Bunu tapmaq üçün uşaqlar çətin bir şey yoxdur. Variantdakı ədədlərdən 5 çıxıb 6'ya bölməliyik, 6 çıxıb 7'yə bölməliyik, 7 çıxıb 8'ə bölməliyik. Hansı ədəd, hansı variantdakı ədədimiz bu şərti ödəyirsə cavabımız da odur. Hesablamalarımıza əsasən B variantında 839'dan 5 çıxdıq 6'ya bölünür. 839'dan 6 çıxdıq 7'yə qalıqsız bölünür. 839'dan 7 çıxdıq 8'ə qalıqsız bölünür. Ona görə cavabımız B-yə 839 çıxılsın 5 bərabərdir 834 bölək 6. 6'ya bölsək. Əslində belə yazaq da, bu şəkildə yox. Yazaq ki, 6a üstə gələk 5 bərabərdir 839'a. 6a bərabərdir 834'ə. A bərabərdir 1, 23'ün içərisində 3 dəfə 18, 54'ün içərisində 139. A 139'dur. B'yi tapanda 7b plus 6 bərabərdir 839'a. 7b bərabərdir 833'ə. B bərabərdir 1, 1, 9, 119'a. Sonra C'yə 8C üstə gələk 7 bərabərdir
839'a. 8C bərabərdir 832'ye. C də bərabərdir 104'e. Yəni bütün bu ədədlərimizdə x-imizi tapdıq. Buradan da yazıram. X bərabərdir 839. Hansı variant? B variantı. 18-ci sualımıza baxaq. 18-ci sualda deyir ki, Cavid fikrində tutduğu ədədi x fikrində tutduğu ədəddir. 12'ye böldükdə qisməti, natamam qisməti bilmirəm, qalıqda 11 alınır. Mən bunu ilk öncə yazmaq üçün ən kiçik ədəd götürürəm. 12'ye böldükdə qalıqda 11 alınırsa, mən buraya 23 yazıram. 23 ədədini 12'ye böləndə, 23 ədədini 12'ye böləndə 1 düşəcək, qalıqda 11 alınacaq. Düzdürmü? İndi mənə deyir ki, bu 23 ədədini, yəni fikrimdə tutduğumuz ədədi 4'e böləndə deyir qalıqda neçə alınır? 5 düşəcək, qalıqda 3 alınacaq. Qalıqda 3 alınır, bu da D variantı. 19-cu sualımız. 19. 19-cu sualda deyir ki, x, y, z natural ədədlərdir. 4x üstə gələk z bərabərdir, daha doğrusu üstə gələk y bərabərdir 19z olarsa, x, y, z cəminin ən kiçik qiymətini. Mən ən kiçik qiyməti əsasən z-ə 1 deyə bilərəm. Çünki 19'un kənara çıxmasın. 19'a yaxınlaşsın deyə x-a 4 deyirəm. Yazıram bura. Z bərabərdir 1, x bərabərdir 4. 4 dəfə 4 16 eləyir. Bunda da y bərabərdir 3 olacaq. Deməli, z bərabərdir 1, x bərabərdir 4, y bərabərdir 3'ə. Məndən də bunların cəmini soruşur. Cəm eləyəcək. X plus y plus z bərabərdir 4 plus 3 plus 1 bərabərdir 8'ə. 8 də bizim B variantımızda var. 20-ci sual. 20-ci sualda nə deyir? Deyir ki, 2 rəqəmli AB ədədi üçün AB bərabərdir. AB üstündə xət bərabərdir. 3A üstə gələk 5B'yə. Buna əsasən B minus A fərqini tapın. Aha. İndi mən bunu 10A plus 5 şəklində yazsam, açılışını yazımda bilirsiniz AB üstündə xət. AB üstündə xət 10A plus B formasında. 10A üstə gələk B bərabərdir 3A üstə gələk 5B. Kənarda yazıram bunu izah hissəsində. Bax bunu açılışına yazsam olacaq nə? 10A üstə gələk B bərabərdir 3A üstə gələk 5B'yə. Bunu sağa sola keçirsək olacaq 7A bərabərdir 4B'yə. Qarşılıqlı sadə ədəd olduğuna görə A'ya mən deyirəm 4, B'yə deyirəm 7. Və məndən burada nəyi soruşur? Mən A'ya deyirəm 4, B'yə deyirəm 7. Mənə deyir ki, B minus A fərqini tapın. B minus A bərabərdir 7 minus 4 bərabərdir 3'ə. Yəni bunu tapmaq bu qədər sadədir. Ay müəllim, bunu tapmaq, özümüzdən yerinə rəqəm qoyaq. Hesablayaq, ehtiyac yoxdur. Açılışı bilirsinizsə, misal tapacaqsınız. 21-ci sualda əküb AB, deməli, əküb AB bilirsiniz ki, ədədlərdir. A, B 120'dir. Əbob A, B 3'dür. Və mənə AB-nin ortaq olmayan sadə vuruqlar, yəni C-ni soruşur. Biz əbob əküb düsturlarına əsasən C-yi tapmaq üçün əkübün qiymətini, əküb AB-nin qiymətini bilirsinizmi? Əbob AB-nin qiymətinə bölməliyik. AB-nin qiymətinə bölməliyik. Bərabərdir. 120 bölünsün 3 bərabərdir 40'a. Yəni C bərabərdir. Əküb AB-sini yazmıram. Bölünsün əboba. Yəni 120 bölü 3'ə. O da bərabərdir 40'a. Aydındırmı? Düsturumuza əsasən yazıram. 22-ci sualda. 22-ci sualda deyir ki, uzunluğu 80 cm olan taxta parçasının 40 burada hansı variantı idi? D variantı. Aha, 22-ci sual.
Uzunluğu 80 sm olan taxta parçasını 2 sm-lik hissələrə bölmək üçün uşaqlar ilk öncə 80-i bölürəm 2-yə, yəni 40. Və həmişə yadınızda saxlayın. Hissələrə bölmək üçün kəsmək deyəndə santimetri neçə santimetrlik hissələrə bölürüksə 10-a bölürük, birini çıxırıq. Eləcə 39 dəfə kəsim aparmaq lazımdır. Məsələn, belə izah edeyim. Belə bir parçadır. Bir dəfə kəsəndə görürsünüzmü 2 yerə bölünür. Yəni birinci hissəni həmişə aldığımız cavabdan çıxırıq. Sonra cavabımız C variantı. 23-cü sual. 23-cü sualda deyir ki, usta bir günə 7 detal. Ustası bir günə 7 detal. Köməkçisi, bura qeyd edeyim. Köməkçi bir günə 4 detal hazırladı. Onlar birlikdə 8 detal hazırlayıbsa, mən buna deyirəm ki, x deyək də 7x üstə gələk 4x bərabərdir 88-ə. 11x bərabərdir 88-ə, x bərabərdir 8-ə. Düzdürmü? Sərf elədikləri zaman köməkçinin tək başına sənin zaman neçə gün azdır? Aha, neçə gün azdır? 28. Usta bir günə onlar birlikdə 88 detal hazırlayırsa, zaman köməkçinin tək başına bu qədər detal hazırlayacaq zaman neçə gün azdır? Birlikdə 7x, 4x, x 8'dir. X'imiz 8 ise bir günə 7 detalda x'imiz gün olsun. 8 günə 7, 56. 4 günə 32. 56'dan 32 çıxanda neçə qalacaq? 56'dan 32 çıxanda 4, 24. 24. Bu işe sərf elədikləri zaman köməkçinin tək başına bu qədər detal. Tək başına bu da 30, 24. Tek başına 22. Zaman neçə gün çıxdı? 23-cü sualımızın cevabı C variantı 14'dür. Şimdi hissə gedir. Usta bir günə 7 detal hazırlayır, köməkçisi isə 4 detal hazırlayır. Onlar birlikdə 88 detal hazırlayırsa, mən yaza bilərəm bura. 7x üstə gələk 4x gününü bilmirik axı. Bərabərdir 88-ə. 11x bərabərdir 88-ə, x bərabərdir 8-ə. Yəni 8 günə x-i bitirərlər, düzdürmü? 8 günə gəlin görək ödəyirmi bu şərtimiz? 8 dəfə 7, 56, 8 dəfə 4, 32. Bəli, 88 edir. Və deyir ki, bu işə sərf elədikləri zaman, yəni 8 gün, köməkçinin tək başına bu qədər detal hazırlayan zamandan neçə gün azdır? Bax, bu zamanımız olacaqmı bizim günümüzdə 8. Və deyir ki, bu işə sərf edildikləri zaman köməkçinin tək başına bu qədər detal, 88 detal hazırlayırsa, bu 88-i 4-ə bölündə 22 edir. Düzdürmü? Ay sağ ol. İndi mənə deyir ki, 8 gün ümumi hazırlanma mərhələsidir. Sonra da 88-i bölürəm 4-ə, 22 günü köməkçidir. Tək başına eləsə 22 gün köməkçi eləyəcək. Və deyir ki, köməkçinin bu qədər detal hazırlama sərf edəcəyi zamanın neçə gün azdır? Yəni 22 çıxaq 8 gün bərabərdir 14. C variantı. Əgər bir məsələni həll etməkdə çətinlik çəkirsinizsə, yadınızda saxlayın. Onları plan-plan, cümlə-cümlə həll eləsəz daha yaxşıdır. 24-cü sual. Deyir, təkliflərdən hansı doğru deyil? 2 tək ədədin cəmi cüt ədəddir. 5 plus 7, 12. 9 plus 3, 12. Bu düzdür. Cüt ədədlə tək ədədin hasili cüt ədəddir. 5 vuraq 4, 20. 3 vuraq 6, 18 düzdür.
2 mürəkkəb ədədinin hasili mürəkkəb ədəddir. 8 vuraq 4, 32. 8 vuraq 2, 2 nə tək nə sayda nə mürəkkəbdir. 8 vuraq 6, 48 düzdür. 24-cü sual. Natural ədədlərin nisbəti natural ədəddir, hər zaman yox. Məsələn, 4 bölünsün 3, 3-də 4 natural ədəd yox, kəsr ədədlərimiz formasında gedir. Bunu qeyd edeyim özümüzdə. İzah hissəsində natural ədədlərin nisbəti nədir? Natural ədəddir. Natural ədəddir. Mötərizədə yazıram yanlış. Cavabımız olacaq D variantı. 25-ci sual. 35-ə qədər izah edəcəm inşallah. 25-ci sualda deyir ki, x, y, z-in natural ədədlərdir. Ən kiçik qiyməti tapın deyirsə, x ilə 7, 2 ilə 7 ortaq hissə 14 olmalıdır. X bərabərdir 7. Qiymət tapın. Y bərabərdir. Baxın, burada yoxlamalıyıq. Y bərabərdir 2. Y bərabərdir 2 qiyməti bizim bu şərtimizdə ödəmədir. Ona görə də biz elə də seçməliyik ki, 2-yi 7-yi həmin ədədə vuranda 5-7 həmin ədədə bərabər olsun. İndi 7 ilə 4-ə bölünən bir dənə ədəd götürək. Neçə götürə bilərik? 7 ilə 4-ə bölünən ədəd 28 götürsə y 7 olar. X-daki 4 olar. 70-ə gətirə bilərik bunları. 74-ə bölünürmü? Yox, 4-ə bölünmür. 25. Hə, ola bilər. 70-ə gətirə bilərik. 70-ə gətirsə y bərabərdir 10-dur. Düzdürmü? Y 10-dursa 40 bərabərdir 5 z-ə. Z də bərabərdir 8-dir. X da bərabərdir 4 vurur 7 vuraq 10. 7 vuraq 10 70-dirsə x da bərabərdir 35-ə. Baxın, burada qeyd edirəm. X bərabərdir 35-ə. Y bərabərdir 10-a, Z bərabərdir 8-ə. Yəni 2 vurulsun 35 bərabərdir 7 vurulsun 10-a. 4 vurulsun 10 bərabərdir 5 vuraq 8-ə. Bu bərabərliyimiz ödədir. Variantlarla da qoyub əslində yaza bilərsiniz. Yəni 2 dəfə 7 14. Bura 2 yazsaq ödəmir. 2 dəfə 21 şərtimizi ödəmədi. 35 tamam şərtimizi ödəyir. 26-cı sual. Deyir ki, arabanın qabaq təkərinin çevrəsinin uzunluğu 80 cm. Arxa təkərinin uzunluğu 250 cm-dir. Arabanın təkərinin tam sayda dövr etməsi üçün ən qısa deyirsə, biz burada tapmalıyıq nəyi? Əkobu tapmalıyıq, düzdürmü? 80 ilə 250-nin ən qısa məsafə əbobunu tapmalıyıq. Əkobunu yox. Əbobunu tapmalıyıq. Burada variantımız D variant elədi. 26-cı sual. Əbobunu tapırıq. Deməli, əbob ən qısa məsafədə ən böyük ortaq bölən deyək. 80 ilə 250-nin nəyini tapaq? Əbob 80 ilə 250-nin nəyini tapıram? Əbobunu tapıram. Ortaqlarını. İlk öncə 80-i vuruqlarını ayırıq. 2-yə 40. 2-yə nəyi? 2-yə 20. 2-yə 10. 2-yə 5. 5-ə 1. Sonra 250-yə ayırıq. Bu 50-dir. 5-dir. 2-yə 225. 3-ə 75. 3-ə 25. 5-ə 5. 5-ə 1. İndi
Burada bir dənə 2 var. Bir dənə də ortaq 5 var. 2 ilə 5'in hasili də bizə 10 verəcək. Yəni bu ikisinin də bölündüyü ədəd 10'du mu? Bir dənə 2 var. Bir dənə də baxaq. 252'ye bölsək 26. sual bizdə 10 cavabı var. 26. sualın cavabı neçədir? B variantı 20. 250, 80, 250, 250, hadi 250. 20'ye bölünür mü? Yok, bölünmür. Neyi soruşur? En kısa mesafesini soruşur. 80'i düzgün böldük. Bəli, böldük. 250'ni də böldük. Tam döv etməsi üçün getməlidir en kısa mesafəni tapın. Bəli, burada 10'dur dəqiq cavabımız. Əbobunu tapırım. Və bunların əbobu 10'dur. Ola bilsin 20 nəyə görə veriblər? 250'yi. Yəni kənarda bölüm 80'i. Kənarda bölürəm, danışa yazacağım. 2'ye bölsək 40, 2'ye bölsək 20, 2'ye bölsək 10, 2'ye bölürəm 5, 5'e bölürəm 1. 250'ni bölürəm neçəyə? 2'ye bölürəm 225, 3'e bölürəm 75, 75. 3'e bölürəm 25, 5'e bölürəm 5, 5'e bölürəm 1. Bəli, əbobunu tapana bir dənə ortaqları 2'dir. Bir dənə ortaqları 5'dir. Digərləri yoxdur. Bərabər də 10. Burada cavab 10 eləyir. Sonra 26. sualda 10 eləyir cavab. Cavabımızı tapa bilmədik. Yəni variantlarımız yoxdur. Ola bilsin biz nəyisə səhv yazırıq və yaxud da ki cavab yoxdur. Yəni bunu da yorumlara yazarsınız. Bəlkə də mən nəyisə səhv yazıram. Ola bilər. 27-ci sual. 27-ci sualda deyir, tədbir üçün alınan şarların 130'dan çox, 170'den azdır. İndi uşaqlar, baxın. 130 ile 170 arasında həm 5'e, həm də 11'e bölünən bir ədəd yazmalıyıq. Cəmi neçə şar almışdır? İndi variantlara baxaq. 165'i 5'e bölə bilirikmi? Bəli, çünki sonu 5 ilə bitir. 11'e bölək. 1, 11, 5, 55, 15. A variantıdır. 27A. 165 həm 5'e bölünür. Düşəcək 33, düzdürmü? 165 həm də 11'e bölünür. Düşəcək 15. Cevabımız olacak A variantı. Aha. 28-ci sualda. 28-ci sualda deyir ki, satıcı mağazadakı kitabları 9 və 7 böldükdə bir kitab artıq qalırsa, kitabların sayı ola biləcək ən kiçik ədəd 11'e böldükdə qalıqda neçə alınır? Ümumiyyətlə 9 ilə 7'ye böldükdə qalıqda 1 alınırsa, ədədimiz 64 götürək, düzdürmü? 64 götürürəmsə, 64'ü bölürəm 9'a, 7 düşəcək 63, 1 qalıq qalır. 64'ü bölürəm 7'ye, 9 düşəcək, yenə bir qalıq qalır, düzdürmü? İndi mən deyir ki, ən kiçik ədədi 11'e böldükdə, 64'ü 11'e böləndə 5, 55, 9.
Qalağımız eləyəcək 9 A bəndi. 64 bölək yazıram bura. 9 bərabərdir 7 düşür qalıq 1. 64 bölək 7 bərabər 9 düşür qalıq 1. Məndən soruşur ki 64-ü 11-ə böldükdə 5 düşəcək qalıq 5. Qalıq 5-dən 9. 9 da mənim A variantımda var. 29-cu sual. 29-cu sualda nə deyir? Deyir ən böyük rəqəmli tək ədəd. Ən böyük rəqəmli tək ədəd 99-dur. Çünki mənə rəqəmləri fərqli demir. Elə məxrəci 33 olan ən kiçik düzgün kəsirin hasilinin ən kiçik düzgün kəsir 33'te 1'dir. Düzdürmü? Hasilini tapın deyəndə bu da 3 eləyir. Çox sadə bir sualdır. Deməli yazıram ən böyük iki rəqəmli tək ədəd neçə götürdü? 99. Məxrəci 33 olan ən kiçik nə? Düzgün kəsir. Bəs düzgün olmayan kəsir desək 33'te 34 götürərdik. Düzgün kəsir olar 33'te 1. Bunu da yazanda 99 vuraq 33'te 1 bərabərdir 3'ə. 3 də bizim D variantımızda var. 30-cu sual. 30-cu sualda nə deyir? Aha, uşaq 30-cu suala diqqətlə qulaq asın. Burada deyir ki, bu ifadə bərabər olarsa x, y, z. Bu x, y, z-in cəmini soruşur. Mən burada rahatlığım üçün nə deyərəm? Mən deyərəm ki, bu 2000'ə gedib çıxdığına görə 400'ü 2000'ə gətirmək üçün mən x-a 5 deyə bilərəmmi? Deyərəm. X-a 5 deyəndə 400'ü 5'ə vuranda onsuz da 2000 eləyir. İndi yüzlük mərtəbəsinə baxaq. 300'dürsə mən y-ə 6 deyə bilərəmmi? Çünki 400'ü 5'ə vuranda 2000 eləyir. Minlik mərtəbəsini düzəltdim. Yüzlük mərtəbəsi 300 olduğuna görə 50'yi 6'ya vururam ki 300 eləsin. Və 42 eləməsi üçün z-i də 7 yazıram ki 42'yə bərabər eləsin. Məndən bunların cəmini soruşur. Bu da eləyəcək 18. Deməli x bərabərdir 5'ə, y bərabərdir 6'ya, z bərabərdir 7'yə. X plus y plus z bərabərdir 5 plus 6 plus 7 bərabərdir 18. Növbəti videolarımızda qeyd etdiyim kimi bugün göstərə bilmədim. PDF izahlarımızı sizlərə təqdim edəcəm. 31-ci sual. 31-ci sualda deyir ki, neçə iki rəqəmli AB ədədi üçün A plus B 31. A üstə gələk B, A minus B bərabərdir 11 şərti ödənilir. Yəni A üstə gələk B, A minus B bərabərdir 11 eləməlidir deyir, düzdürmü? Neçə iki rəqəmli AB ədədi üçün? 11. Ay məsələn 1 qoysaq, yox olmur. 2 qoysaq, 2 üstə gələk 2. Dokuz çıxaq 9 fərqli rəqəmlər olmalıdır. 11 eləməsi üçün. Bəlkə biz bunu necə 11 eləsin ki? 31-ci sual bir dənədir də. 9 2. Yox. A 6 ilə 5. Bəli, 6 ilə 5 bir dənədir. 6 ilə 5'in cəmi 11'dir, fərqi 1'dir. Bunların da bir dənə 11'ə bərabərdir. A bərabərdir 6, B bərabərdir 5.
eləyəcək 6 üstə gələk 5, 6 minus 5 bərabər 11. D variantı. Bir dənə. 32-ci sual. Deyir ki, bunu kənarda burada qoyaq. Deyir ki, birinci avtobus dayanacağı 3 saatdan, digəri isə 4 saatdan bir gəlir. Bu ilk avtobus 27 saatdan neçə dəfə görüşər? Aha. İlk öncə 27-yi 3-ə bölək. Birinci avtobus. Avtobusu tapmaq üçün neçə dəfə gələcək? 27-yi bölürəm 3-ə. 9 dəfə gələcək, düzdürmü? 9 dəfə gəlir. Növbətdə 4 saatdan bir gəlsə, 27-ni bölürəm 4-ə. 6 saat 6 dəfə gələcək. Qalığı neçədir? 27 saatda artıq 1 saatdan sonra da üçün növbəti bir dəfə gəlmiş olur da. Qalığımız da olacaq 3. 6 dəfə bunlar neyniyər? Neçə dəfə görüşərlər? Bu iki avtobus 27 saatda neçə dəfə görüşərlər? 9-dan 32-də D variantı 2 dəfə. Niyə? Hə, belə yaza bilərik. Əslində belə yazmağa ehtiyac yoxdur. 3 ilə 4-ün 27-yə qədər ortaqlarını yaza bilərəm. 27 deməli 27-yə qədər 3 ilə 4-ün ortaqlarını götürürəm. 12 ilə yazmanda yazım. 12 ilə 24. Bunların nə idi? Ortaqlardı. Düzdürmü? 12 və 24. Bunların nə idi? 12-ci saatda və 24-cü saatda bunlar nə edəcəklər? Bir-birindən görüşəcəklər. 2 dəfə görüşürlər. D variantı. 33-cü sual. Deyir ki, x, y rəqəmlərdir üçün x, y çıxı y, x bölünsün x plus y 5 olarsa, hasilinin natural bölünənlərin sayını tapın. Gəl beləyək. Bunun açılışını yazaq. Yəni bu şəkildə tapmamız çətin olacaq. X, y üstündə xətt bərabərdir 10x üstə gələk y-dir. Y, x bərabərdir 10y üstə gələk x. Düzdürmü? Mən indi burada yazıram. X, y üstündə xətt bərabərdir 10x üstə gələk y. Y, x üstündə xətt bərabərdir 10y üstündə gələk x. Üstə gələk x. Bunlar çıxaq. 10x üstə gələk y çıxaq. 10y çıxaq x bölünsün nədir? X üstə gələk y. Bərabərdir 5 olarsa deyir. Aha. Gedişat olaraq məndə alındı ki, ümumi silim hər yeri.